uşaq poliklinikalarına və xəstəxanalara müraciət sayına görə üstünlük təşkil edən uşaqlarda qızdırmalar haqqında danışmaq istəyirəm. Uşaqlarda bədən hərarətinin artması valideynlərin və ailə üzvlərinin narahatçılığına və qorxusuna səbəb olur. Bununla bağlı 1984-cü ildə doktor Smith tərəfindən qızdırma fobiyası adlı bir termin ortaya atılmışdı. Qızdırma qoruyucu bir mexanizmdir və hipotalamusda termoregulyasiya mərkəzi tərəfindən idarə olunur. Sağlam insanda gün ərzində bədən hərarətinin dəyişkən olması izlənilir. Belə ki, qoltuq altı nahiyədə ölçülən bədən temperaturu ən aşağı həddi səhər tezdən 4-5 arasında müşahidə olunur. 35-35 yarıma qədər düşə bilər. Ən yüksək bədən temperaturu isə axşam saatlarına doğru 6-7 arasında 37-3-37 yarıma qədər yüksələ bilər. Uşaqlarda bədən hərarətinin ölçməyin bir neçə üsulları mövcuddur. Onlardan biri rektal üsuldur, yəni düz bağırsaqdan bədən hərarətinin ölçülməsi. Daha çox kiçik yaşlı 1-2 yaşa qədər uşaqlar arasında istifadə olunur. Lakin mexaniki zədələnmələrin və infeksiyaların yoluxdurma riskinə görə az istifadə olunur. Digər üsullar timpanik qulaqdan təmassız alın nahiyəsindən ölçmə üsullarıdır. Ən çox geniş yayılmış və daha təhlükəsiz hesab olunan aksilər qoltuq altı nahiyədən civə termometrlərinə ölçmə üsuludur. Bu zaman termometri ən azı 3 dəqiqə saxlamaq lazımdır və Ümumdünya Səhiyyə Təşkilatına verdiyi məlumata görə normal bədən hərarəti 37 yarıma qədər hesab olunur. Uşaqlar arasında bədən hərarətinin yüksəlməsinə bakteriyalar və viruslar səbəb ola bilər. Lakin eyni zamanda bəzi revmatik və onkoloji xəstəliklər, mərkəzi sinir sistemi disfunksiyaları, dərman qızdırmaları, immun çatışmamazlıqlar zamanı, sarkoidoz, pankreatitlər və aralıq qızdırmalar zamanı FMF, FAPA kimi qızdırmalara səbəb ola bilər. Sağlam uşaqlarda bədən hərarətinin 38,5-39-a qədər artmadığı müddətcə qızdırma salıcı dərmanlardan istifadəsi tövsiyə olunmur. Çünki bu zaman orqanizmdə immun mexanizmləri işə düşür və antimikrob aktivliyi artmış olur. 2-3 ayına qədər uşaqlara qızdırma salıcı preparatların verilməsi məsləhət deyil. Çünki bu zaman yalançı güvənlik hissi yarada bilər və ciddi infeksiyanın və ya ağırlaşmanın inkişafının valideynlərin gözündən qaçmış ola bilər. 3 aydan sonra ilk seçim olaraq paracetamol verilməlidir. Pediatrik praktikada bütün dərmanlar olduğu kimi qızdırma salıcı preparatlar da çəkiyə görə hesablanılır. Belə ki, paracetamol 10-15 mg kiloqrama görə 4-6 saatdan bir gün ərzində maksimum 4 dəfə verilə bilər. Aşağı dozalarda verildiyi zaman qızdırma salıcı kimi effektivliyi olmur. Əksinə doza həddinin aşması zamanı isə qaraciyərə toksik təsiri ola bilər. Bəzi xəstəliklər zamanı, məsələn, su çiçəyi, Kawasaki, pnevmoniya, laxtalanma funksiyalarının pozulması zamanı sadəcə paracetamol tövsiyə olunur. Paracetamol verdiyimiz zaman əgər uşağın qızdırması düşmürsə, ibuprofen tərkibli preparatlardan istifadə etmək mümkündür. 10 mg hər kiloqram çəkiyə görə 6-8 saatdan bir vermək mümkündür. İstifadəsi zamanı nəzərdə saxlamaq lazımdır ki, qastrit, mədə-bağırsaq sistemi qanaxmaları kimi, travmatik funksiyaların pozulması kimi də yan təsirləri mümkündür. Ümumiyyətlə, biz tez-tez rast gəlirik ki, valideynlər 37 yarım qızdırmanı belə patoloji qızdırma kimi qəbul edərək qızdırma salıcı preparatları istifadə edirlər və yaxud da ki, hər iki qızdırma salıcı preparatı eyni vaxtda istifadə edirlər. Qeyd eləmək istəyirəm ki, hər iki preparatın effektivliyi eynidir və hər ikisinin eyni zamanda istifadəsi heç bir fərqi yaratmır, lakin toksikliyi artırmış olur. Uşaq orqanizminə toksikliyini artırmış ola bilər və yaxud da ki, növbəli şəkildə istifadəsi də tövsiyə olunmur. Dediyim kimi, ilk paracetamoldan istifadə edilir, effektivliyi olmadıqda ibuprofen tərkibli preparatlara üstünlük verilir. Qızdırma zamanı dehidratasiya və ona bağlı ağırlaşmalar müşahidə oluna bilər. Ona görə də mütləq şəkildə bədən hərarəti artmış uşaqlarda valideynlər tərəfindən maye qəbulu tənzimlənməlidir. Uşaq ana südü ilə qidalanırsa, ana südü qidalanma saylarının artırılması məsləhət görülür. Bəzi xəstələrin israrla həkimlərdən və tibb işçilərdən sistemlərin qoşulmasını tələb etməsi də halları da çox rast gəlinir.
qızdırma, yüksək hərarəti və dehidratasiya olan uşaqlarda vazokonstriksiya bağlı, yəni damarların yığılmasına bağlı damar yolu açılması çətinləşmiş olur. Əgər ki, damar yolu açılmalıdırsa və uşaqda qızdırması yüksəkdirsə, peroral mümkündürsə, əgər qızdırma salıcı istifadə olunur, daha sonra isə damar yolu açıla bilər. Əgər uşaq 3 aydan kiçikdirsə, uşaqda 3 gündən artıq qızdırma davam edirsə, yanaşı xəstəlikləri varsa, uşaqda qidadan və maye qəbulundan tamamilə imtina, yuxuluğa meyilli və dəridə səpkilərin əmələ gəlməsinin izlənilirsə, o zaman mütləq şəkildə həkimə müraciət edilməlidir.